Salam uşaqlar. Bizə 2a plus 3 və 3b plus 2 qarşılıqlı sadə ədədlər verilmişdir. 22a plus 19 bərabərdir 21b bərabərliyi olarsa deyir, a plus b-nin cəmi bizdən soruşulur. Baxın, biz 22a-nı 11 vurulsun 2a şəklində yaza bilərik. Plus 19 bərabərdir 21b-ni 21-i 7 vurulsun 3b şəklində yaza bilərik. İndi isə bizə verilən bu qarşılıqlı sadə ədədlər verilir. Biz həmin ifadəni yaratmalıyıq burada. Onda yaza bilərik ki, 11 vurulsun 2a plus 3 22a 11 cəbrəndə 33 alındığına görə biz buradan 33 çıxmalıyıq ki, bərabərlik doğru alınsın. Plus 19 bərabərdir. Buradan da 7 yazırıq. 7 vurulsun 3b plus 2'ye. Buradan 7'nin 2'ye varanda 14 alınır. Əlavə burada 14 aldığına göre 14 çıxır ki, bərabərliyimiz doğru alınsın. O zaman 11 vurulsun 2a plus 3 çıxılsın 14 bərabər mənfi 33 plus 19 mənfi 14 edir. Bu da bərabərdir. 7 vurulsun 3b plus 2 çıxılsın 14. Mənfi 14, mənfi 14, işarələri eyni olduğuna görə islah olunur. Buradan qalacaq 11 vurulsun 2a plus 3 bərabərdir. 7 vurulsun 3b plus 2. Biz buradan bilirik ki, şərtdə verilir bizə 2a plus 3 və 3b plus 2 qarşılıqlı sadə ədədlərdir. Və buradan baxanda 11 ilə 7 də qarşılıqlı sadə ədədlər olduğuna görə 2a plus 3 7'ye bərabər olmalıdır və 11 ilə 3b plus 2'ye bərabər olmalıdır ki, bu bərabərlik düz doğru alınsın. Onda olacaq 2a plus 3 bərabərdir 7'ye 3b plus 2 bərabərdir 11'e. Buradan 2a bərabərdir 4'e, a bərabərdir 2 alınacaq. Buradan da 3b bərabərdir 9'a, b bərabərdir 3'e. Bizdən a və b soruşulurdu, hər ikisini tapdıq. Onların cəmi isə a plus b bərabərdir. A-mız 2'dir, b-miz də 3. Bu da bərabərdir 5'e.